Selamlar. Bir daha sizi hoş gördük aziz tamaşaçılar, izleyiciler ve dinleyicilerimiz. Bu verilişimiz hər həftəki kimi bugün Bazar günü saat 22:30 Təbriz vaxtı ilə bu verilişimizi başladıq geçenki həftələr kimi. Təbiətən bugünkü programımız daha önceden paylaştığımız kimi və bu günlərdə demək olar ki, ərəfəsində olduğumuz gündən Azər ayında olduğumuz üçün təbiətən Güney Azərbaycanda Milli Hökumətlə ilgili ilə olacaq. Daha öncədən xatırlamalıyam sizə ki, bu proqram, bu bərnamə həm sosial media vasitəsilə YouTube, Facebook və Instagramla yayınlanır. Ancaq siz əzizlərdən, izləyicilərimizdən və dinləyicilərimizdən istəyimiz budur ki, bunları paylaşmaqla bizə dəstək olasınız. Konumuza gəldiyimizdə, bugünkü konuğumuz Güney Azərbaycanda 1945, 1324, 25 ya 1945, 44-45'lərdə Güney Azərbaycan Milli Hökumətinin quruluşu ilə ilgilidir. Azərbaycanda dövlətçiliklə ilgili olacaq. Bəlkə bir çoxlar izləyicilərimiz bilərlər ki, təbiətən İranda və Güney Azərbaycanda tarixdə ən son Türk hökuməti, Qacar hökuməti 1925-lərdə, 24-lərdə yıxıldıqdan sonra İngilislərin əli ilə bunun yerinə Pəhləvi hakimiyyəti iş üstünə gəlir və demək olar ki, Türklərin ən son Təbriz gücü ilə, Təbriz aktoru ilə olan hakimiyyət bitir və onun yerinə Fars hakimiyyəti iş üstünə gəlir. Və bundan sonra bir tarixi dönəmdən sonra 2-ci Dünya Savaşına gəldiyimizdə Azərbaycanda demək olar ki, Seyid Cəfər Pişəvərin başçılığı ilə, əlbəttə daha öncə bir çox olaylar olur Azərbaycanda, bildiyiniz kimi məşrutə hərəkatı falan olur. Seyid Cəfər Pişəvərin başçılığı ilə 21 Azər 1324, 21 demək olar ki, bu günlərimizdən ərəfəsində olan Azərbaycan Milli Hökuməti yaranır. Bununla söhbət etdiyimiz və bu nöqtəyə nədən Azərbaycanlılar gəldilər, bunların tarixi icabları nədir, beynəlmiləl şəraitlər o dönəm nə edir və bu hökumətin bizə nələr verdi, bunlarla ilgili qonağımız olacaq Sayın Toğrul Atabəyli və Sayın Bulut bəy Əlamdarla bizlə olacaq proqramımızın gedişatında 2-ci bölümdə. Sayın Toğrul bəy, sizləri proqramımızda xoş gördük. Hoş gördük Seyid bəy. Çox təşəkkür edirəm məni də dəvət etdiyiniz üçün və bu Milli Hakimiyyət Bayramını bütün izləyicilərinizə və xalqımıza təbrikləyirəm. Sağ olun. Biz də sizi xoş gördük proqramımızda. Həm söhbətinizə başlamaq üçün, həm də ki, sizdən birinci sual olaraq 1945-də Azərbaycan Milli Hökumətinin yaranma nədənləri, illətləri, müəllifələri nələr ola bilərdi? O günlər nə icab etdi ki, Təbriz mərkəzli bir hökumət quruldu? Əslində, ümumiyyətlə bu sahədəki çalışmalar Azərbaycan Milli Hərəkətinin ortaya çıxışını xarici amillərə bağlamağa maildir. Sanki 1925-dən sonra Qacar sülaləsinin yerinə gələn o saxta İran əsaslı və Fars mərkəzli bir millət dövləti təbii olaraq ortaya çıxmış bir hərəkət kimi genəldə tanımlanır. Amma mənə görə bu sadəcə məsələnin xarici qismidir. Yəni, Türk sülaləsinin 1000 illik hakimiyyətindən sonra birdən-birə bir imparatorluğun yanlış bölünməsi ilə ortaya çıxan Fars mərkəzli hakimiyyəti təbkidən Qıraqda eyni zamanda Qacarın son dönəmlərində oradakı Türk toplumunun özünün bir qaim bizat, özünə dayalı bir millətləşmə hərəkəti də var. Bizim Qacarın son dönəmindəki və Pişəvəri hərəkətinə qədər gələn sürəci eyni zamanda o xalqın imparatorluqdan bir ulus dövlətə dönüşmə çabası, səyi olaraq da görməmiz gərəkir. Bu, özəlliklə Qacarın son dönəmindəki hərəkətləri anlamamız üçün çox daha faydalı bir perspektiv olar. Təbiəti ilə bu məşrutiyyətdəki hərəkətlə başlayır. Ondan öncə bir öncəki dönəmdə rüşdiyə ilə başlayan bir aydınlanma, xalq dilinə dönmə, quzeydəki hərəkətlərindən etkilənmə və
sonuçta məşrutiyyətin gətirdiyi əyaleti, vilayəti anlayışla birlikte Xiyabani ile ilk olarak muhtariyet zihniyeti ortaya çıkır. Daha sonra da dış etkenler ortaya çıkınca özellikle Qacarın son döneminden itibaren Paniralist hareket o bölgede Türk sülalesini yok etmeye, Türk varlığını siyasi hakimiyetin dışında bırakıp ve özellikle Hindistan üzerindeki müstemlekesini sürdürebilmek için o bölgede gönderme bir Fars etnisitesine dayalı sahte ulus devlet ortaya çıkmağından bütünüyle Türk unsuru siyasetin dışına bırakılır ve 1925'ten sonraki Pehlevi sülalesinde, 1. Pehlevi'de 1940'lı illere kadar büyük baskılar altında kalır bu toplum, kimliği inkar edilir, tamamen siyasi erkin dışında bırakılır, aşağılanmaya başlanır ve fiziki olarak da bütünüyle siyasi arananın dışına itilir. Bir taraftan da bu toplumun kuzeyinde olan kısmında ciddi bir öze dönüş hareketi, çağdaş değerleri mənimsəmə, demokratikleşme hareketi başlayır. Bildiğiniz kimi 20. asrın başında bütün bu bölgede, sadece Azerbaycan'da değil, bütün bölgede Rusya'nın etkisiyle, Osmanlı'nın etkisiyle ve Qərbdə cereyan edilen demokratizasyon hareketlerinin etkisiyle ciddi bir çağdaşlaşma hareketi başlayır. Özellikle Kuzey Azerbaycan'da. Bunun dalgası təbiətiyle güneyde de etkili olur. Buradaki hakimiyet, ondan sonraki süreç bir anlamda demokrat firqəsinin ve milli hakimiyetin ortaya çıkması için iç faktörleri de oluşturmuş olur. Aydındır. Bu sizin söhbətləriniz esnasında bu hakimiyetin yaranmasının, müəllifələrinin neden olmasıdır. Ancak biz görürük ki, hem Fars qaynaqlı kitaplarda ve birçok kaynaklarda Azerbaycan təbiətən 21 Azər 1945'ten yani 1324'ten bir hakimiyet yarandı ve bu hakimiyetin ömrü 1 yıl sürdü. Bu hakimiyet bu 1 yıl içerisinde nelere başarabildi? Baxmayaraq ki, ondan önceki yani hem iktisadi hem siyasi durum Azerbaycan'da ne idi? Onları da nəzərə alaraq bu 1 yılın içinde hakimiyet neleri elde etti, neleri başarabildi? Əslində pişivəri başta olmaq üzere etrafındaki ister məşrutiyyət zamanından qalan, ister Xiyabani zamanından qalan aydınlar ve sosyal, siyasal mücadele veren aktivistler, insanlar bunun fərqinə varmıştı artık. O yok olan imparatorluğun yerine Türkiye'de olduğu kimi sağlıklı bir ulus devlet ortaya çıkarılabilmir ve o bölgenin en gelişmiş topluluğu olan Azerbaycan Türkleri artık bu indiki vəziyyətlə öz siyasal varlıqlarını ve sosyal varlıqlarını devam etmeleri mümkün değil. Bunun için Azerbaycan üzerinden bir siyaset yürütmeye başlayırlar. Daha firqə kurulmadan belə 1324'te, 1945'te Azerbaycan dergisinde ben size okumak istediğim bir meşhur bir cümle var. Daha 29 Şəhrivərdə yani kurulmadan önce ana çizgilerini bu şekilde beyan edirlər. Azerbaycan Tehran ile bir yerde əsir Hindistan olmaktansa özü için azad İrland olmağı tercih verir. Bu şekilde ana çizgilerini belirlemiş olurlar ve önceki hareketlerden aldıkları ilhamlarla aslında iki ana çizgide toplumu dönüştürmeye ve toplumun gec qalınmış istəklərini qarşılamaya çalışırlar. Bunu ben iki ana başlık altında değerlendirmek isterdim. Birisi oradaki halkın milletleşme sürecine, bir millet olarak ortaya çıkma sürecine yardımı dokunan hareketler nəzəri olarak, əməli olarak. İkinci olarak da oradaki çağdaş toplumun evrensel değerlerle özdeşleşmesi ve bu değerleri toplumda icraata tökmək için ortaya koydukları çizgiler ve verdikleri mücadeleler. Millətləşmədən məqsədimiz Qacarın sağlıklı bir şekilde dediğim kimi orada normalde Türk etnosunun bir ulus devletinin kurulmasıyla sonuçlanmasının yerine bir müstemlekeye çevrilen Güney Azerbaycan'da halkın bilinçlenmesine, ana dilinin özelliğiyle kırmızı bir çizgi olarak belirlenerek milletleşme prosesini güçlendirmesine, ana yurt anlayışının güçlendirilmesiyle orada geçmişten bugüne kadar ve geleceğe doğru bir milletin ortaya çıkmasına ön ayak oldu bir manada firqə. En büyük kazançlarından birisi buydu. Bilirsiniz bütün merkezden gelen ve uluslararası baskılara rağmen
ana dili üzerinden ve yurt kimliği üzerinden hiçbir zaman firqə, pişəvər başta olmak üzere ödün vermedi ve bunu bir strateji olarak savunmaya başladı ve hiçbir zaman hatta merkez muhalefetlerin ısrarına karşı ki siz ana dilinden ödün verin, ana dilinden vazgeçin veya Azerbaycan demekten vazgeçin, biz de size katılak diye hiçbir zaman bu stratejisinden vazgeçmedi ve bir manada bunun da kurbanı oldu ama tarihe bir anlamda bizim milletleşme sürecimizde ve millet devlete dönüşme sürecimizde bir altın vererek yazmış oldu. İkincisi toplumun üzerinde, çağdaş toplumun üzerindeki etkisiydi. Bu açıdan oldukça qabaqcıl bir hareket idi milli hakimiyet. Yani sırf etnik bir hareket olarak tanımlamak çok yanlış olar veya sırf etnik bir hareketin milli harekete, ulusal bir harekete dönüşmesiyle sınırlandırmak çok yanlış olar. Aynı zamanda bu çevredeki aydınlar çok eskiden gelen bir demokratikleşme hareketiyle, özgürlük mücadelesiyle, adalet mücadelesiyle çağdaş bir toplum yaratma yolunda önemli adımlar atırlar. Çağdaş değerleri toplumda benimsemek, toplumun bütününün katılımını sağlamak, efendime söyleyeyim, bir çağdaş toplumun ihtiyacı olan her açıdan çok kapsamlı bir program ortaya çıkarırlar. Bu iktisadiyattan tutup da medeni toplumun bütün kurumlarının oluşturulmasıyla toplumun bütünün kesimlerinin katılımını sağlamakla, bunun içinde kadınlar olmak üzere, bunun içinde bütün azınlıklar olmak üzere çoxulçuluğun temelini atır bunlar. Bütün etnik hakları da aynı zamanda vermiş olur. Toplumu yani bütünüyle siyasi erkin içine ve bu toplumsal dönüşümün içine katmış olur ve ilk olarak bu coğrafyada temelli bir medeni hareketi değil sadece teoride, pratikte de ortaya çıkarmış olur ve bir sürü bunun için icraatlar görülür. En küçüğü bunların sadece iktisadi reformlar idi, vergilerde değişiklikler, arazi üzerinde, torpaq üzerindeki reformlar, halkın alt kesimine yönelik bir sürü islahat hareketleri, şehirleşme hareketleri ve bu şekilde bir neçə yıl öncesinde elattan, şəkli bir topluluktan oluşan bir cemiyeti bir anlamda etnik gruptan millet seviyesine taşıyor ve bir yığını rəyət sayılan, tamamen ağaların, şahın bir rəyəti, sürüsü sayılan bir topluluğu da yığın olmaktan çıkarıp çağdaş bir topluma dönüştürmeyi hedefleyir. Bütün çalışmaları aslında bu iki başlık arasında yani milletleşme ve medeni topluma dönüşme prosesi olarak değerlendirmek mümkündür. Aydındır. Söhbətlərinizdə başarılardan, milli hökumətin etdiklərindən, qadın haqlarından olsun, ya iqtisadi yönlərdən söhbət etdiniz. Ancaq biz bilirik ki, bu hökumətin ömrü nə yazıq ki 1 il oldu və 25 Azər 1325-də də bu hökumət çox qanlıca şəkildə devredildi. O günümüzdən bu günümüzə Azərbaycan milli hökuməti bizə nə miras buraxmış? Bəli, hərəkət əslində mən belə bir təbirim var. O 1 illik hakimiyyət əslində 100 ilə bədəl bir hakimiyyət idi. Hətta mən 21 Azəri bir çağ olarak düşünürəm. Neden? Çünkü 100 illik bir demokratizasyon sürecini, toplumsal mücadele, adalet mücadelesi, özgürlük mücadelesinin en zirve çağıydı ve aynı zamanda da ortaya koydukları çizgi 100 yıl sonrasına kadar da devam eden bir çizgiydi. Ondan çok sonra Fars aydınları tarafından veya Fars medeniyet camiası tarafından daha sindirilmemiş olan meseleleri bunlar sadece teorik olarak ortaya atmakla kalmıyor. Aynı zamanda bunu icraata tökür ve toplumda benimsetmeye çalışır. Bunun da esas sebebine baktığımızda merkezdeki aydınların eksine Pişəvəri ve çevresinde olan bütün aydınlar birinci olarak milliyetçe oradaki topluma mensup insanlardı. Onların dertlerini çok yakından bilir, geçmişini, geçmiş değerlerini, çağdaş değerlerini çok yaxşı bir şekilde idrak edir. Diğer taraftan da sınıfsal olarak da toplumun en aşağı kesimine mensup oldukları için yine halkın sıkıntılarını çok yakından idrak eden insanlardı. Dolayısıyla da ortaya koydukları çözümler merkezdeki sözde demokratlar veya faşist kesimin aksine oldukça gerçekçi ve halkın birincil hayati ihtiyaçlarına hitap eden çözümler olur. Bu çözümler ne yazık ki meseleler yerinde durduğu için bugün de biz herhalde Firyan'ın ürettiği bir sürü çözümü milli hareketin içinde kullanabilirik ve özümüze ışık olarak alabilirik. Bunların en basitinden toplumun bütün katmanlarını nece bir
idea uğruna səfərbər etmək, bütün kəsimlərin, bütün qatmanların, bütün siniflərin milli bir məfkurə ətrafında örgütlənməsi, təşkilatlanması, o dönemdə dediyim kimi çoxulçuluq, yəni təkəssür anlayışı, hətta Qacar dönemindən gələn bir özgüvənlə bəlkə sadəcə öz toplumunun deyil, çevrə toplumlara da bir mənada böyük qardaş rolunu oynamaq, azınlıqların haqqını vermək, eyni zamanda da çoxunluğun milli kimliyinə sadiq qalaraq o toplumu dönüşdürməyə, gəlişdirməyə və irəli götürməyə çalışması, olduqca qabaqcıl bir hərəkət olması bugün də bizim üçün aydınladıcı ola bilər. Bugün bəlkə bizim millətləşmə açısından o zamandan təbii zamanımızın icabı olaraq daha irəlidə ola bilər, toplumdakı bilinç, milli bilinç daha iləri daşınmış ola bilər. Amma bunu kəsinliklə demək olar ki, firqənin toplumsal olaraq, mədəni hərəkət olaraq ortaya qoyduqları bugün də keçərlidir. Sadəcə bizdə deyil, İran coğrafiyasında belə o dönemdə ortaya atılan fikirlər və icraatlar hələdir bizim üçün ideal bir toplumu yaratmaqda çox faydalı rol oynaya bilər. Bu açıdan mənim şəxsi qənaətim, milli hərəkət biraz o dönemin gerisində qalıb hətta. O dönemdə ortaya atılan söyləmlər və planlar bugün də bəlkə bizim üçün bir ülgü və örnek oluşdura bilər. Aydındır. Təbiətən həm bu günümüzdə, həm Güney Azərbaycan içində və həm İranda görürük ki, bir çox dəyişimlər çox sürətlə gedir, həm bölgədə, məntəqədə. Ancaq bu hökumətin, Azərbaycan Milli Hökumətinin yıxılmasından öncə təbiətən Azərbaycan Milli Hökuməti Pişəvəri başçılığı ilə Şah rejimin bir anlaşması olur, bir təvafuqnaməsi olur. Bu təvafuqnamə təbiətən Tehran hakimiyyəti tərəfindən də ayaq altına alınmışdırsa ki, Azərbaycan onun üzərindən baskıya gəlirlər. Və bu günümüzə gəldiyimizdə bu təvafuqnamənin yəni kağız üstə qalması, təbiətən iki bir dövlət, yəni birisi olsun Təbriz mərkəzi, birisi olsun Tehran mərkəzi, yəni anlaşma var, bir söz təvafuqnamə var kağız üzərində. Bu günümüzə ondan nə əldə edə bilərik? Yəni bu günün şəraiti icabını dəyərləndirdiyimizdə o təvafuqnamə ilə bu günümüz üçün nəyi əldə etmiş ola biliriz? Bəlkə o dönemdəki hüquqi qarşılıqlı münasibətlər tarixə qarışmış ola bilər, amma bizim üçün yaxın siyasi tariximizdə önəmli ipuçları verir bu hərəkətlə Tehran münasibəti və ya hətta Rus münasibəti arasında. Bu açıq-aşkar firqənin daha qurulmasından öncəki dönemdə belə Pəhləvi dönemində istər hakimiyyətin, istər Fars aydınlarının davranışına ciddi bir etimadsızlıq və güvənsizliyi biz hiss edirik firqədə. Ancaq məcburiyyətdən təbiətlə bunlarla bir anlamda müamiləyə və ya təamülə girmək zorunda qalırlar. Və sonunda da təbiəti ilə gücsüzlükdən bəzən qarşı tərəfə ödün vermək zorunda qalırlar. Bu açıdan baxıldığında firqənin əslində yürütdüyü politika bir anlamda qarşısındakı o hakim Fars zihniyyətini parçalamaqdır. Məsələn, maraqlı şeylərdən birisi eyni zamanda öz hərəkətindən o baskıları arındırmaq üçün və qarşı cəbhəni də parçalamaq üçün görürük ki, başqa milliyyətlərə də eyni zamanda bu mərkəzçi hakimiyyətə qarşı ayaqlanma çağrısında bulunur ciddi bir şəkildə. Daha firqənin quruluş aşamalarında bu şəkildə qarşı tərəfi parçalamaya çalışır və zehniyyət mərkəzə qarşı hər zaman bu şəkildədir. 20-ci yüzildə ortaya çıxarılan bu saxta ulus dövlət əslində bizim tərəfimizdən rəsmiyyətə tanınmır. Bu bir imperatorluğun qeyri-rəsmi ürünüdür və Azərbaycan bir mənada bunların müstəmləkəsi halındadır. Ancaq mövcud vəziyyətlə belə ortaya atılan ortaq münasibətlərdə biz bunu görürük. Milli hökumət bizim o dönemdə o gücümüzlə əldə edə bildiyimiz ən minimum siyasi və sosial haqlar əldə eləmiş olur və bu da bizim üçün ən azından tarixsel olaraq, sosial olaraq bir dayanaq oluşturur. Bizim artıq bundan artıq ödün verəcəyimiz bir çizgi yoxdur. Həm siyasi coğrafiya olaraq, həm mədəni haqlar olaraq bizim üçün ən minimum qazanılmış
və müqəddəratımızı təyin eləmək üçün bir tarixi dayanaq sayılır. Bəlkə o hüquqi çərçivə bugünkü kərliliyini qorumaya bilər, amma sosial anlaşma açısından və bizim milli özgüvənimizin bərpası açısından əslində o dönəmdə bizim əldə elədiyimiz ən minimum haqqımız və dəyərlərimiz olaraq bugün yenə dayanacağını qoruya bilir. Aydındır. Təbiətən bugün getdiyimizdə həm İranda bunu siyasi nəzərə alaraq İranda hakimiyyətində bir qarma-qarışıqlıq var. Aynı zamanda opozisyon tərəfində də var. Bunu onların zaviyəsindən, pəncərəsindən dəyərləndirdiyimizdə bu gedişatın əgər ortada bir söhbət olursa, demək olar ki, bunlar bugünkü Azərbaycan Milli Hərəkətinin ortaya qoyduğu tavrı əgər istəsələr tanımaq istəyərlər ya təbiətən bugün də gördüyümüz dillərdə geçmiş rejimin, şah rejimin o qaldığı tör-töküntülər, oğlu olsun ya hər nə olsun, bunlar meydandadılar, meydandarlıq edirlər və bugün də bu Azərbaycan Milli Hökumətinin quruluşunun il dönümünə gəldiyimizdə onların açısından söhbəti başlamadan bunu nə cür onlara referens göstərmək olar, bu təvafüqnaməni? Əslində bir anlamda bayaq da dediyim kimi Azərbaycan elitasının, intellektuelinin, aydın kəsiminin və siyasi mücadele verənlərin Tehrana münasibəti bugün də bizim üçün ışıq tuta bilər. Bunlar başından etibarən daha o təamüllərə gəlmədən mərkəzə qarşı ciddi bir güvənsizlik içindədirlər və bunun üçün də bunda haqlı olduqlarını da tarix göstərir. Eyni güvənsizlik təbiətən Ruslara da var. Yəni Baqirovla Pişəvərinin görüşməsində. Bu bugün də varlığını qoruyur. Yəni mərkəzi müxalifət olsun və ya mərkəzi hakimiyyət olsun, heç bir zaman bizi rəsmiyyətə tanımaq istəmir təbiəti ilə. Bəlkə bugün o gündəki ən azından mərkəziyyətçi demokratlardan belə çox daha geridədir fars aydını. Və bu mənada mənim şəxsi nəzərim o zaman əgər bu təamül mümkün olmadıysa, deyil sadəcə Tehran hakimiyyəti, Tehranda oturan fars sözdə demokratları ilə belə bu diyalog mümkün olmadıysa, bugün onlardan daha geridə olan fars elitası ilə və çox daha egosu yüksək olan bu kəsimlə anlaşmaq hardasa imkansız şəkildədir. Firqənin bizə bəlkə ən böyük dərslərindən birisi bu ola bilər. Bizim mərkəziyyətlə heç bir şəkildə anlaşmamız mümkün deyil və bu anlaşmaya çalışmaq da zaten firqənin bir anlamda sonunu gətirdi. O zaman belə bəlkə indiki vəziyyətimizdən də çox daha irəlidir. Çünki bu aydınlar çox böyük devrimlər görür, böyük sosial hərəkətlərin içində yer alır və bir neçə inqilabın əslində evlatlarıdır. O dönemdeki aydınlar özlerini əslində Tehrandakı elitadan çox daha yüksək görürlər. Həm o Qacar döneminin verdiyi bir yüksək egoyla, həm Qafqasyada, nə bilim, Osmanlıda yaşadıkları o devrim sürəci nəticəsində əslində bunların ortaya qoya biləcəkləri siyasi və sosial dəyərlər Tehran entelektüelinin çox ötəsində. Dolayısıyla bunlar nəzəri olaraq belə Tehranla anlaşa bilmirlər. Yəni sadəcə deyirəm, hakimiyyətlə deyil, müxalif aydınlar belə bunları anlamaqda çətinlik çəkir. Bu perspektivdən baxıldığında biz bugün fars aydını çox daha o dönemin demokratlarından, sözdə mərkəz demokratlarından daha geridə görürük. Çox daha qazanılmış haqlarında, bu mərkəziyyətçi zehniyyətlərində daha da dirənən bir kəsim olaraq görürük və mən şəxsən hər hansı bir diyaloqun nə yazıq ki bir yerə varacağını düşünmürəm. Bizim dediyim kimi ən minimum duracağımız ana çizgi firqənin bizə təriflədiyi ən az milli və mədəni haqlardır. Bunları təbiəti ilə mərkəziyyətçi aydınlar da onayladığı təqdirdə bəlkə bir diyaloq və təamül mümkün ola bilər. Amma bu sürecin sonucunda əldə edildiklərini heç bir zaman buraxmaq istəmədikləri üçün və ikinci Pəhləvi dönemində də daha da bərkişdiyi üçün o bölgədəki faşizm və totaliter zehniyyət və azınlıqları yox sayan baxış, o yüzden bir təamülün gerçəkləşməsinə dair mən fikir edirəm ki, firqə zamanından belə daha şanssız sayılırıq biz. Belə bir təamülə girişmək belə bizim sonumuzu gətirə bilər. Firqədən dərs alaraq bəlkə ən sağlıqlı tutumumuz bizim öz millətimizə dayanmaq və öz toplumumuzun gəlişməsinə və qabaqcıl iləri düşüncələri özümsəməsinə və bunu toplumda uygulamağa çalışmaq və öz toplumumuzu örgütlənmək olması lazım.
mərkəziyyətlə hər hansı bir nəzəri və əməli təamülün olacağını heç bir şəkildə mən təxmin edə bilmirəm. Aydındır. Çox sağ olun Tuğrul bəy. Bizə vaxt ayırıb zaman ayırdığınız üçün. Son söhbətlərinizi eşidək bu haqda. Çox təşəkkür edirəm mənə də vaxt tanıdığınız üçün. Təbiəti ilə eyni gündə başlayan və eyni gündə bitən, bir tərəfdən şirin, bir tərəfdən acı bir vaqe olaraq yaddaşımızda yer almış bu hərəkət. Amma hər zaman bu tarixdən təbiəti ilə dərs çıxarmaq lazım. Bunu bir tarixdəki acı vəqə olaraq və ya öyünüləcək bir vəqə olaraq deyil. Eyni sorunlar bugün də davam elədiyi üçün, bəlkə daha vəxim bir şəkildə davam elədiyi üçün bu tarixi çox yaxşı bir şəkildə öyrənmək lazım və çağdaş vəziyyətimizdə də bugünkü sorunlarda, çözüm arayışımızda da o dönəmi çox yaxşı öyrənmək və qılavuz edilmək lazım. O dönəmdəki olumlu, olumsuz, hər yönü ilə olaylar bizim sosial və siyasal tariximizin bir parçasıdır və ilk olaraq millət-dövlətləşmə çabamızın ürün verdiyi bir dönəm olaraq bizə ışıq tutmaqdadır. O dönəmdən həqiqətən öyrənməmiz gerəkən çox-çox şeylər var. Biz maalesef o dönəmi qarşı tərəfindən, istər Rus qaynaqları ilə, istər Fars qaynaqları ilə öyrənmək zorunda qaldığımız üçün orada bir çox altın vərəqə atlamış oluruq. O zamanın özəlliklə sosial bir, mədəni bir topluma dönüşmək uğrundakı pişivərinin agirdən tutmuş da Azərbaycan cəmiyyətinin ortaya çıxardığı və milli hökumət zamanındakı məfkurələri dərindən anlamaq lazım. Çünki dediyim kimi o aydınlar və o siyasi aktivistlər o bölgənin indiyə qədər ortaya çıxardığı xalqın ən göbəyindən çıxan insanlar olduğu üçün xalqın ən yaxından dərdlərini, sorunlarını və dolayısıyla da çözüm yollarını ən yaxşı bir şəkildə analiz edə bilən cəmiyyət və çevrə idi. Dolayısıyla onların məfkurəsini tanımaq, özəlliklə o təcrübəyə sahib olan, onca devrimi başından keçirmiş olan o aydınların bizə yaxdığı bu işıqdan yardım almaq bizim gələcəyimizi çox sağlıqlı bir şəkildə inşa eləmək üçün olduqca yardımcı ola bilər. Doğrudur. Sizə təşəkkür edirik bir daha. Sağ olun. Mən təşəkkür edirəm. Çox sağ olun. Doğrudur. Dəyərli izləyicilər, Tuğrul bəyin dediyi kimi Azərbaycan Milli Hökuməti 1945-lərdə ya 21 Azər 1324-lərdə Güney Azərbaycana dövlətçilik ruhunu bir daha yaşatdı. Necə ki görürük, ondan daha öncə 1925-də 24-də sonu gələn, yəni ingilislərin əli ilə və Rza Şahı iş üstünə gəlməklə bir daha ondan 20 il sonra həmən Azərbaycanda bir dövlətçilik ruhunu, bir dövlətçilik Azərbaycan millətinin damarlarındakı qanla bir daha ona pompaj etdi və o ruhu o bizim millətə yaşatdı. Ancaq bu hökumətin bir ildə etdikləri, bir ildə hər hansı bir həm iqtisadi, həm bir siyasi, həm kültürel olsun çox böyük işlər əl qoydu. Və burada görürük ki, pişəvərinin də o dönəmdə bu həssasiyyətləri anlaması və dərk eləməsi, bunları həmən Cəfər pişəvərinin çıxışlarında, söhbətlərində, olsun yazılarında görsənir. Və bu haqda da pişəvərinin o dönəm həm Azərbaycanda, həm İranın başqa bölgələrində olduğu bir söhbəti var ki, bərabər onu dinləyək. Əziz qardaşlar, firqəmizin rəhbərliyi altında xalisə yerlərini və xalq düşmənlərinin yerlərini kəndlilərin arasında təqsim edib, onların əlinə silah verərək aldığınız torpaq və azadlıqdan müdafiə etməlisiniz dedi. İndi sizin boynunuzda böyük vəzifə durur. O aldığınız torpaqları saxlamaq və aldığınız azadlıqdan müdafiə etmək. İndi bütün İran kəndliləri, Azərbaycan kəndlilərinin aldığı torpaqdan ilham alıb, ayağa qalxmış, təkən yemişdir. Mürtəceylər bu hərəkətdən qəzəblənib və o azadlığı boğmaq istəyirlər. İranda böyük mübarizə başlamışdır. Azərbaycan kəndlisi bu mübarizənin pişahəngi olub, qabaqda gedəni olacaq. Yaşasın Azərbaycan kəndlisinin azadlıq yolunda apardığı mübarizə.
Bəli, dəyərli izləyicilər, bildiyiniz kimi bugünkü proqramımız həm başqa qonağımız demək olar ki, ikinci bölümdə Sayın Bulut bəy Ələmdar olacaqlar. Bulut bəy Ələmdar Cəmiyyət Təşkilatının yönetim kurulu üyəsi. Sayın Bulut bəy, sizləri xoş gördük. Salamlar, saygılar Sayın Sait Bey ve bütün 50 milyon Telegram kanalı, Facebook, Instagram ve YouTube kanalının izleyicileri ve bütün milletimize salam arz edirəm. 21 Azər, önümüzdəki günlər gələcək 21 Azər milli bayramımız, devletçilik günümüzü də qutlayıram. Çox sağ olun. Az öncə həm Tuğrul bəyin söhbətlərini eşitdik, həm də demək olar ki, böyük lider Sayın rəhmətli Seyid Cəfəri Pişəvərinin sözlərini və söhbətlərini yaydıq ki. Demək olar ki, Pişəvərinin bu söhbəti ki, qısaca ondan qalan bizə miras qalan demək olar bir videosudur. Həm Azərbaycanın sürəcini anlatır, həm İranın sürəcini. Sizdən eşitməliyik. Güney Azərbaycan milli hökuməti nə üçün quruldu və qurulma nədənləri, faktorları və qısaca bir özət olaraq bunun yıxılmasının və bu günə gəldiyimiz. Buyurun. Belə deyim ki, Edward Brow'un bir sözü ilə başlamaq istəyirəm. Bu İran tarixinin Edward Brown deyir ki, İran tarixi qalıcı bir şəkildə Farslar və Türklərin arasındakı mücadilədən ibarətdir. Və bu bizim 1000 illik, 1000 ildən də çox hökumət qurduğumuz, yönətdiyimiz, hakim olduğumuz torpaqlar üzərində zaman sürəcində bu daralmış, kiçilmiş və indi dediyimiz, indiki bilinən İran coğrafiyası üzərində ən böyük etnik və ya millət olaraq Türklər və ikinci Farslar İranın güney qismində bunların arasındakı bir mücadilədir. Necə də ki bunu Ağa Məhəmməd xan Qacar da bunu çox gözəl bir şəkildə dilə gətirir və dövləti qurduğu sırada deyir ki, bütün Türk və Moğol tayfaları İranda birləşməlidir və əcəmlərin hökumətə gəlməsinin qabağına geçməlidir. Yəni bu bir tarixi süreçdir. Bugün deyildiyi kimi xarici ölkələrin, nə bilim Amerikanın, İsrailin, kimsənin gətirib orada bizim aramızda ixtilaf yaratmasından qaynaqlanmır. Sadəcə Fars etnikinin və farslaşmış və panfarsa xidmət eləyən qüvvələrin başqa millətlərə baskıcı davranması, başa geçdiklərində, hökumət ələ geçirdiklərində başqa etnik və millətləri haqqından, hüququndan difa eləmədikləri və onları baskı yaptıqlarından dolayı qaynaqlanan bir çəkişmədir. İndi tariximizin son 100 ilinə gəldiyimizdə dünyanın modernləşdiyi, qanunlaşdığı, məşrutə və ya əsası qanunlar yazıb və tək padişahlıq olmasına rağmen yenə də qanun qayda üzərindən məmləkəti toplumu yürütmə çabaları olduğu dönemlerde mutlaka bizim bölgemizde de Güney Azərbaycan Qafqazlara və Osmanlıya yaxın olduğu üçün Avropadakı və Qafqazlardakı o zamanki Şurəvi və Rus bölgelərindəki modern qanunçuluğu da daha tez tanışıb, daha tez gözü açılıb və aydınlarımız daha modern, daha demokrat və daha geniş düşünə biliblər. Bu 1900'ün başlarından bizim millətləşmə və qanunlarla millətimizi, yəni o zamanki şərtlərə görə demokratik bir şəkildə yönetmə çabasının bir parçasıdır 21 Azər Seyid Cəfər Pişəvərinin qurduğu hükümət. Ola bilər ki 1905'lerde bizim toplumumuz, bölgemizde olan dini həssasiyyətlər daha yüksək olduğu üçün və o zaman dini liderlər və ya məzhəbi öndərlər millətin qanunlaşmasına daha çox dəstək verib yanaşdıqları üçün Şeyx Məhəmməd Xiyabani ortaya çıxa bilir,
Səttarxan və məşrutəçilər ortaya çıxa bilir. 1945-lərə gəldiyimizdə dünyada dəyişim vardır və dünya işi qutba ayrılıbdır. Bizim bölgəmizdə Qafqazlardakı bu sol düşüncələrə yaxın olduğu üçün oradan bu düşüncələri biraz rahat ala bilibdir və o dönəmdə də bu çərçivədə millətləşmə sürəcini yürüdübdür. Yəni qısaca deyərsək, milli hökumətimiz, Seyid Cəfər Pişəvərinin qurduğu hökumət, Azərbaycan milli hökuməti bizim millətləşmə, demokratikləşmə və qanunlaşma sürəcimizin bir parçasıdır və heç kimə də mal edilə bilməz. Nə Rusiyaya, nə solculara, nə başqasına. Bunun indi biraz önümüzdəki dəqiqələrdə altyapısının haqqında və nələr yaşandığı haqqında da danışacağım. Belə bir özət də deyim ki, necə ki, Xiyabaninin malla olması bugünkü mallaları məşru göstərməz, Pişəvərinin sol düşüncəyə malik olması bugünkü İrançı və panfarsın xidmətində olan bizim solçularımız da məşru göstərməz. Bu tamamilə bambaşqa danışılacaq bir məsələdir. Aydındır. Sayın sizdən daha öncə Sayın Tuğrul bəy də vurğu yaptılar. Bu hökumətin, Azərbaycan Milli Hökumətinin yıxılma faktorlarından söhbət apardılar. Burada yabancı güclərin, olsun Rusların və Amerikalılardan söhbət etdilər. Sizdən sorum tam fərqli olaraq budur. Bu hökumətin yıxılmasında sivil toplumların nə qədər etkisi vardı? Milli hökumətin qurulduğundan düz bir il sonra eyni gündə nə yazıq ki, yıxılması vardır və millətimizə çox böyük zərbə gəlmişdir. Milli hökumətdən biz çox da faydalanmışıq, bizim altyapımızı oluşturubdur və biz bugün onun meyvələrini görürük. Amma yenə də təbii olaraq dünyada, başqa hökumətlərdə də bu işlər olubdur. Necə imperatorluqlar da bir dönəm qurulub, yüksəliblər və sonra yıxılıblar, necə padişahlar, necə hökumət, devlətlər. Bu milli hərəkət də o zamanki dünya şərtləri və bizim bölgəmizdəki konjekturel şərtlərimizdən asılı olaraq mütəəssifanə bütün ölkələrin dövlət qurduğu və millətləşmə sürəcini tamamladığı dönəmdə bizim dövlətimiz yıxılıbdır. Firqənin quruluşunda Azərbaycan firqəsinin, Firqə-i Demokrat Azərbaycanın quruluşunda Seyid Cəfər Pişəvərinin yanında olan örnək olaraq Nizamüddövlə var, Müstəşarüddövlə var. Bu ikisi məşrutə dönəmində Əncüməni Azərbaycanın qurucu üyələrindəndirlər. Əncümən əyalət və vilayət əncümənləri ki qurulurdu. Azərbaycan əyalətinin qurucu və rəsmi o iştirak eləyən üyələrindəndirlər ki, gəlirlər Pişəvəri dönəmində bizim Azərbaycan Demokrat firqəsinə qatılıb və məclisin açılışına qatılırlar. Səttarxanın qızı gəlir, Xiyabani dönəmindən qalan mücahidlərimiz, məşrutə dönəmindən qalan, yaşayan o dönəmlərə qədər yaşı o zaman kiçik olanlar ki, Pişəvəri dönəmində yaşları 50-60-ın üstündədir. Bunlar hamısı bizim hökumətimizin qurulmasına dəstək verirlər. Sadəcə xalq deyil, bizim elit kəsimimiz, elitimiz və daha öncə azadlıq hərəkatlarında olan, savaşan və qələmi ilə və ya silahı ilə savaşan insanlarımız hamısı Demokrat firqəsinə qatılırlar. Bunun millətin bu Demokrat firqəsinə və milli hökumətə dəstəyini hər zaman inkar edərlər panfarslar. O zaman dövlət tərəfindən də bu yayqaralar yapılır, yalanlar, şayələr, təbliğatlar buraxılır. Amma bugün bütün dünyadakı bir çox arşivlər açılıbdır, amma bir tək İrandakı arşivləri hələ aşmırlar və gerçəklərin nə olduğunu millətdən gizlədirlər. Bu açıq şəkildə dönəmin İngilis və Amerika konsulluqlarının Təbrizdən öz dövlətlərinə göndərdiyi məktublarda bu hərəkətin sadəcə yabancı bir dövlətin himayəsi ilə yaradılan bir hərəkət olmadığını və millətin bu işin dalısında olduğunu açıq-açıq yazırlar və bugün bu bəlgələr açılıbdır və arşivlərdən çıxıbdır. Bunu internetdən də baxıb görə bilərik. İkinci bir məsələ, bir sərləşkər
Dirəxşanı vardır. O zamanki şahın ordusunun başkanı, Təbrizdəki ordunun Ərteşin fərmandehidir, başındadır. Bu Urmiyəlidir. Bütün Azərbaycanın hər yerində fədailər hər yeri ələ keçiriblər və milli hökumət təsbitləşibdir. Bir tək Təbrizdəki ordu Ərteş qalıbdır. Orada bu Sərləşkər Dirəxşaninin Tehranla danışma yazışmaları vardır. Sərləşkər Dirəxşani Tehrana bildirir ki, bu fədailər Demokrat firqəsinin üyələri hər yeri ələ keçiriblər, alıblar. Bir tək ordu qalıb, Ərteş qalıbdır. Amma arxalarında millətin dəstəyi vardır. Təbriz milləti bunların dalısındadır. Ona görə mən heç bir iş görənmirəm. Bunların qarşısında durmaq istəmirəm. Mərkəzdən dəfələrcə buna deyilir ki, siz savaşmalısınız, onlarla qırğın yaşatmalısınız, vurmalısınız, öldürməlisiniz. Amma Sərləşkər Dirəxşanının bir geçmişi də var. Şahın ordusunda bu Giləklərin, Mirzə Küçükxanın hərəkatını bastırmağa gedən ordunun içində bir kiçik bir bölümün komutanıdır və bu xalq hərəkatlarını yaxşı bilən bir insandır. Onun üçün bu məsələyə yanaşmır və Pişəvəri ilə anlaşır. Əslində Pişəvəri orada deyil, Qulam Yahya ilə anlaşır və ordunu təhvil verir, təslim edir və Tehrana çəkilir. Nəysə ki, bu adam orada şah zindana salır və sonra da 1356-da deyəsən inqilabdan biraz qabaq öldürürlər, terror edirlər və öldürürlər. Bu millətin, bu hərəkətin arxasında durması, hətta ordunun içindəki insanlardan bizim Tehranda olan ordu mənsublarımız, türk olanlar, qaçıb gələnlər olur, bu tərəfə gələnlər olur, silah gətirənlər olur, bir uçaq qaçırdıb gətirirlər, hava peymanı oradan uçudub gətirirlər və o dönəm türk pilotlar, türk xələbanların kullandığı hava peymaların, uçaqların benzinini az qoyurdular ki, o uçanda Təbrizə qədər gedə bilməsin. Yəni bizim millətin hər kəsimindən, millətin hər bölümündən buna dəstək vardır. İndi bu bizim milli hökumətimizin yanında olan qüvvələrdən bir neçəsini örnək olaraq göstərdim. Bizim hökumətimizin yıxılmasında bizim qarşımızda kim vardır? Bizi yıxmaq istəyən kimdir? Birinci dərəcədə Fars şovinistlər və başda Pəhləvi hökuməti olaraq ki, Tehranda bizə qarşı təbliğat aparırlar. Elə bugün Cumhur İslami'nin dediği sözlərin eynisini yazırlar. Mesela örnek olarak bir dənə gazetenin adını unuttum. Panfarsların orada yazdığı bir cümlələr var. Deyir ki, Azərbaycandakı olaylar heç Azərbaycan millətinə rəbti yoxdur. Şurəvdən, xaricdən gələn bir iddia. Xiyabanlarda holiganlıq yapır, əşrarlıq eləyir və oradakı hərəkəti onlar eləyirlər və biz əminik ki, Azərbaycan xalqı, milləti bu hərəkətlərin arxasında deyil. Eyni cümlələri bugün Cumhur İslami də kullanır. Bütün Güney Azərbaycanda və İranın başqa bölgələrindəki qiyamlar olduğu zaman deyir ki, bunlar gerçək xalq bunlar deyil və başqa yerdən gəlib bunlar təzahürat edirlər, qiyam edirlər və bu Panfarsın son 100 ildir elə kullandığı cümlələrdir. Bu birinci bizim düşmənimiz. İkinci düşmənimiz bizim dövlətimizin yıxılma, yəni dışarıdan xarici səbəblərini saydığımızda İngilislər və Amerikalılardır. Həm İngilislər, həm Amerikalılar ikisinin də səfirlikləri şaha rəsmi məktub yazıb və deyiblər ki, Azərbaycandakı milli hökuməti yıxmaq üçün göndərilən orduda bizim ordularımız %100 hazırdır və sizə yardım etməyə gələ bilər. Həm silah mühimmat açısından, həm nəfər və əskər, sərbaz açısından. Bu rəsmi sənəddir və açılıbdır, arşivlərdən çıxıbdır. Bunu da istəyənlər baxıb görə bilərlər. Bu ikinci bir məsələ. Ayrıca Allen Charles deyə bir İngiliz casusu var, oturubdur Tehranda, şahın yanında. Bu Güney Azərbaycanda və İran genəlində toplumu yaxşı tanıyır. Bir dənə də kitabı vardır, Əkinçilər və İran, belə bir kitabı da vardır. Bu bizim toplumumuzun olaylarını çox yaxşı bilir, yaxşı təhlil eləyir və şahı orada bizi necə yıxa biləcəyini, bizə necə həmlə eləyib bastıra biləcəyinə yardım eləyir. Ernest Pron var. Ernest Pron bir İngiliz casusudur. Bilirsiniz, bu açıq bir məsələdir. Məhəmməd Rza Şah Pəhləvi
bir yəni şəxsi olaraq həmcinsgeradır, eşcinsəldir və Ernest Pron da bunun haqqında kitab da yazıldı və o dönemin Amerika, İngiltərə, Avropa, hətta İrandakı dərgilərində də çıxdı. Ernest Pron şahın əri kimi göstərilir. Farsçada bir kitab çıxdı, Aya Şah Şohərdaşt, həmin Ernest Pronun adına geçər ki, Rıza Şah da o dönem bu məsələni öğrendikten sonra Ernest Pron'u İran'dan sınır dışı eləyər, deport eləyər. Amma bu şahla bu irtibat və bu ilişkisi olmasına rağmen bir dənə çox başarılı bir İngiliz casusudur. Bunlar hamısı o dönem şahın yanındadılar və Farsların, Pan-Farsların Azərbaycan hökumətini yıxmasına ittilaati dəstək verirlər və bizi vuran silahlar Amerikan silahlarıdır, Amerikan uçaklarıdır ve bizi o silahlarla vurdular ve xalqımızın əlindən milli hükümetini aldılar. Bugün bize siz Amerikancısınız, siz Amerika adamlarısınız, Amerika istəyir İran'ı bölsün, parçalasın ve siz Amerika'ya xidmət edirsiniz diyenler bu tarixi məsələləri bilmir, araştırmır, görmür. Biz de onlara yeterince anlatamamışıq. Halbuki bizim tam tərsinə bizim dövlətimizi yıxan İngiliz və Amerika şahla birlikte yıxıblar. Bizi milli hükümetimizi dağdan olardılar. İran'ın bütünlüğünü diktatorca bu günə qədər devam etmesini sağlayan İngiliz ve Amerikadır. Aydındır. Sayın Bulut Bey, çox bu programımızda dərin tarixi məsələlərə toxundunuz. Hem daha önceki qonağımızda Sayın Tuğrul Bey'le hem de siz de söhbətlərimizdə çox çalışırıq ki, gündəmimizdə ilgili olsun. Təbiətən milli hükümət bir dönem yaşanmış, bir il ömrü sürmüş və biz bunu sizdən soruruq ki, Güney Azərbaycanın bugünkü milli hərəkətinə, Güney Azərbaycan millətinə bir illik milli hükümətin nəyi miras bırakıb bugünümüzə? Nəyi oradan mənəvi ya maddi bir miras saya bilərik? Sayın Doktor Tuğrul Atabəy bəyə də çox təşəkkür edirəm, dinlədim və ona görə də çalışıram ki, Tuğrul bəyin değindiyi, danışdığı bölümləri mən bir daha təkrar eləməyim, başqa açıdan baxmaya çalışıram. Milli hükümətimizin bildiyiniz kimi bir Azərbaycan coğrafiyasında qurduğu bir milli hükümət vardır. Bunun rəsmi dili türkçədir, Azərbaycan türkçəsidir. Bu milli ordusu vardır və bütün qurum quruluşları vardır. Tuğrul bəyin də toxunduğu bir məsələ vardır. Güney Azərbaycanda milli hükümət qurulduğunda oradakı bütün azınlıqların haqqı verilibdir. Sadəcə o bir ildə çıxan qazete, dərgi, nəşriyə sayısı günlük və bəziləri həftəlikdir. Günlük 45'dir. 45 dənədir. Bu son 55-56 ildəki Pəhləvi hükümetinin dönemində çıxan dərgi gazetelərdən daha da çoxdur. Bu dərgilərin ən az 15 dənəsi bizim Azərbaycanımızda yaşayan azınlıqların dilindədir. Həm Urmiyə, Salmas, Mahabatda yaşayan azınlıq Kürtlərin dilində gazetelərimiz çıxır, həm Təbriz və ya başqa Urmiyə ətrafında yaşayan ermənilərin dilində gazetelərimiz çıxır. Hətta Salmasda Aşurilərin öz dilində bir Aşuri dili eğitim mərkəzi yaradılır və bu rəsmi bir məsələ göstərgəsidir ki, biz Güney Azərbaycan milləti olaraq bu gündə milli hərəkətimizin teoridə, nəzəri məsələlərdə demokratik olduğumuzu və kimsəyə qarşı olmadığımızı və heç bir millətlə düşmənlik eləmədiyimizi dediyimiz zaman biz bunu sabit eləmişik. Biz milli hükümət dönemində heç bir qonşu xalqla, qonşu millətlə sıxıntımız olmayıbdır. Çox iletişimdə olmuşuq, dostluq qurmuşuq. Onların bizim içimizdə yaşayan azınlıqlarının milli haqlarını da onlara sağlamışıq və bir tərəfdən də ki, ulus dövlət, millətimizin ulus dövlətini qurmaya çalışmışıq və ona görə bizim bugünkü milli hərəkətimizi faşizm və ya pantürkizm və ya aşırı milliyyətçilik, bütün qonşularla düşmənlik eləyəcəklər, bunlar savaş çıxadacaqlar, bunlar başa geçsələr İran, Suriyə kimi olacaqdır deyirlər.
Bu milli hökumət dönəmini çox gözəl bir şəkildə göstərə bilərik. Bu bizim tarixi keçmişimizdir. Bizim əlimizdə güc olduğunda, bizim əlimizdə hökumət olduğunda nə tənha ki başqa millətlərə düşmənlik eləməmişik, heç bir xalqla, heç bir millətlə, heç bir etniklə problemimiz olmayıb, savaşımız olmayıb, çatışmamız olmayıbdır. Tam tərsinə heç onların öz tarixlərində, tarix boyunca bir dənə də öz dillərində qazete və ya eğitim mərkəzi qurmamalarına rağmen bizim yardımımızla, köməyimizlə bizim torpaqlarımızda öz dillərində qazete və eğitim mərkəzlərinə sahib olublar. Bu bizim birinci məsələmizdir. İkinci məsələmiz o dönəm Pişəvərinin Xarici İşlər Naziri təyin eləməməsi və milli hökumətimizin Vəzir-i Umuru Xaricə, yəni Xarici İşlər Nazirinin olmaması özəlliklə açıq şəkildə də bunu elan eləyirdi ki, biz İranın bir parçasıyıq. Sadəcə İranın bir bölümündə biz Azərbaycan bölgəmizdə milli hökumətimizi qurmuşuq. Başqa millətlər də milli hökumətlərini qurmalıdır və biz hamımız birlikdə bir federasyon, konfederasyon və ya bir ittihad şəklində İranı bu şəkildə qabağa aparmalıyıq. Yəni bu indi ki İranda bizə deyirlər sizin haqq hüququnuzu biz də qəbul edirik, amma siz təcziyə tərəfdar edirsiniz, istəyirsiniz Azərbaycanı ayırasınız. Bizim ən güclü dönəmimizdə ordumuzun, silahımızın olduğu dönəmdə belə milli dövlətimizi qurmuş olmağımıza rağmen, İrandan ayrılmağı istəməməmizə rağmen, yenə də bu Fars şovinizmi, yenə də panfarslar bizim İranı, demokratik İranı qorumuyub, saxlayıb, iləriyə götürməyə belə təhəmmül göstərməyiblər və bizi ən acımasız şəkildə, ən ağır silahlarla ki, neçə illərin ordusuydu, Şahın ordusu, Qacardan da devraldığı bir birikimlə birlikdə bastırıblar və vəhşi bir şəkildə bizi qətliam eləyiblər. Bir dənə söhbətlərinizin arasında həm sizin proqrama qatılmadan öncə rəhmətli Seyid Cəfər Pişəvərinin sözlərini yaydıq. Sözlərində İrana demokrasidən danışır. Yəni Azərbaycanı bunu İrana demokrasini götürəcəyini belə ifadə edir. Və bu görünən budur ki, həm təbii seyri tarixidə budur ki, Azərbaycan dəfələrcə, yəni həm milli hökumətdən öncə çalışır ki, İrana demokrasini götürsün və bu demokrasini bir real şəkildə demək olar ki, bir ildə Azərbaycan milli hökumətində bu Azərbaycanda yaşanır. Və beləncə bir ifadə işlətdilər Sayın Tuğrul bəy. Mərkəzçilər, o zamanın mərkəzçiləri bu günün sözdə demokratlarından, yəni bu günün sözdə demokratları o zaman mərkəzçilərindən daha geridilər. Yəni bu günümüzə gəldiyimizdə və bu günün İranın həm Güney Azərbaycan Milli Hərəkatının kurallarını, şərtlərini dəyərləndirmizdə bu gün vəziyyətimiz hansı durumda? Demək olar ki, biz gerçək olaraq həm bir il yaşadığımız Azərbaycan Milli Hökuməti var, onun demokrasiya inancı, onun İran bütövlüyünə demək olar demokrasini götürməyini, çaba göstərməsini və sizin dediyiniz kimi barışçıl və demokratik yollarla bunu deneyim yapır və görürük ki, bu gün həm Fars opozisiyonundan, həm İran hakimiyyətindən haradaysa o zamanın eski, geçmiş mərkəzçilərindən bu günün demokratları daha geridədirlər. Belə deyim ki, Güney Azərbaycanın olduğu mövqeyyətə görə Farslarla bir fərqi vardır. Fars milləti, Fars roşənfikirləri o dönəmlər sadəcə farsca yazılan kitablardan, qaynaqlardan bilgiləndi və yetişdirməyə çalışdıqları bir roşənfik kitləsi vardır. Amma Güney Azərbaycan Qafqazlarda zamanında Tiflisin də çoxunluğu Azərbaycan türkləri olubdur. Qafqazlardan, Tiflisdən, İstanbuldan, Anadoludan yararlanmışıq və bizim roşənfiklərimiz daha dünya görüşləri geniş və gözləri açıq olubdur və demokrasini o dönəmlər tam mənası ilə bütün millətlərə, bütün xalqlara verə bilmə, bütün xalqların haqqı olduğunu da kanıtlayıblar. Həm yazıda, həm səmimiyyətdə, həm də milli hökumət dönəmində. Amma o dönəmdəki mərkəzçi hökumət heç bir zaman bizim əldə etdiyimiz demokratik haqları içinə sindirməyibdir. Baxmayaraq ki, o dönəm şahın, devlətin dışında, onun xaricində sözdə demokratik mərkəzci farslar vardır.
ki, bunlar İranın demokratlaşmasına, qanunmədar olmasına inanırlar və mübarizə eləyirlər. Amma sırf bizim bölgəmizdə yazırlar, açıq-açıq yazırlar ki, Pişəvəri Azərbaycan adından vazgeçməlidir, Türk dilinin rəsmiyyətindən vazgeçməlidir. Ondan sonra biz onun dalısında durarıq və onun əldə etdiyi başqa birikimləri biz də sahiblənməyə çalışarıq. Hələ o dönəmin bu sözdə demokratlarıdır. Bugünkü Fars roşənfikri o zamanki roşənfikirlərdən daha geridədir. Çünki bu sürədə bizim dövlətimizin yıxıldıqdan sonra mütəvəhhim bir İrançılıq, mütəvəhhim bir iddia, mütəvəhhim bir tarixi, siyasi bir pozla ortaya çıxıblar və bizim bu İrancı solcularımız da bu xəstəliyə duçar olublar. Bu təvəhhümlə artıq bunların gözündə Farslardan başqa, yəni onlar İran deyirlər, İran dediklərində də Farsları nəzərdə tuturlar. Farslardan başqa heç bir millətin yaşama haqqı belə yoxdur. Nə tənha bizim bölgədə, nə tənha İranda, heç Avropalının da belə yeri gəldiyində güya ki, onların da heç modern yaşama haqqı yox imiş və Farslar tarixən daha modern, daha gəlişmiş bir şəkildə yaşayıblar. Onun üçün bizim tarixi təcrübələrimizə baxaraqdan bugün izləyəcəyimiz yol budur. Mənim şəxsi düşüncəm budur. Mərkəzçi, islahatçı, pəhləviçi, demokrat, məşrutəçi, cumhuriyyətçi kəsim ki, İran adına sözdə demokratik fəaliyyətlər elədiklərini deyirlər. Bizim millət bunlara inanmaz, inanmamalıdır və inandığımız dönəmlərdə biz bunların zərərini çəkmişik. Bu bizim federalçılarımız bu milli hökumət dönəmini çox yaxşı oxumalıdırlar. Biz federal hökumət qurduğumuzda belə Fars dövləti ilə birlikdə Fars roşənfikirləri və özəlliklə Fars mollaları bizə qarşı çıxıblar. İndiki bu millət ki, Fars mollaların əlindən yorulublar, hər gün bunlara mürtəci, nə bilim, ərəb, nə bilim, faşist, cumhuri İslami deyirlər. Eyni mollaların ustadları milli hərəkətli, milli hökuməti yıxmaqda Şahın ordusunun yanındaydılar. İndi bunlar o dönəmdə qarşı tərəfi dəstəklədində istər-istəməz Cumhur İslamini də dəstəkləyirlər. Yəni bizim milli hökumətimizi yıxan qüvvələrin içində mollalar da vardılar. O zamanki ayətullahlar da vardılar. Qəzvinin girişində əllərində Quran bizi öldürməyə gələn əskərlərə Quranın altından geçirdirlər ki, sən Allah gedin oradakı o insanları hamısını qəliqəm eləyin, qətlam eləyin. Yəni sözü buraya gətirmək istəyirəm. Bizim mərkəzdə, mərkəzi düşüncədə, İran mərkəzi düşüncəsində olan sağ, sol, demokrat, mücahid, şahçı, cumhur İslamiçi, islah tələbə heç bir güvənimiz yoxdur. Bunlar hər bir dönəmdə bizim ən kiçik, ən az istəklərimizə qarşı ən baskıcı şəkildə, ən qanlı bir şəkildə bizə saldırıblar. Onun üçün biz millətimizdən də istəyirik ki, bu aldatıcı mərkəzçi qüvvələrin fikirlərinə, düşüncələrinə inanmasınlar, tariximizi yaxşı oxusunlar və tarixi təcrübələrimizi bugün uygulasınlar. Aydındır. Güvəndən, etimaddan söhbət getdi burada. Biz görürük ki, həm Azərbaycan Milli Hökumətinin zamanında şah rejimi ilə bir təvafuqnaməsi olur. Bu təvafuqnamənin içində bəndlər olur, təbiətən iki tərəflərə qarşı və baxmayaraq ki, bir neçə gündən sonra bu təvafuqnamə zamanı şahın tərəfindən ya olsun Qəvam Səltənət tərəfindən ayaq altına alınır və bu günümüzə gəldiyimizdə də görürük ki, təbiətən bu danılmazdır. Həm bu günlər İranın içində qarmaqarışıqlar, həm Güney Azərbaycanda olan hərəkətlər çox demək olar ki, sürətlə həm bölgəmizdə gedir və burada İran İslam Cumhuriyyətinin başçısı olanda Əli Xameneyi söhbət edəndə keçmiş şah rejiminin oğluna işarət edir və bunlar da daha bir neçə günün də Güney Azərbaycanda yaşanan bir olay ki, traktor tərəfdarlarının əli ilə Çekoslovaki ya Yugoslavini örnək göstərərək bu seçim sizindir.
Bunlar baxırlar ki, bir tərəfdən opozisyon tərəfindən 21-i Azər deyə hədəf göstərdilər. Həm o güvənsizlik, həm bugünkü 21-i Azər, qanlı 21-i Azəri göstərənlər, bunlar hədəf nədir burada? Nəyi istəyirlər ortaya qoyurlar? 21 Azər dediklərində 21 Azərdə milli hökumətdə biz nələrə əl tapdıq? Fars roşənfikirlər, Fars milləti, Fars aydınların bizim o bir illik milli hökumətdəki əldə etdiyimiz demokratik haqları dəstəkləmiş olsaydılar, bugün İranın hər yerində bunlar da bu demokratik haqlara sahib olardılar. İlk dəfə qadınlara seçmə haqqı verən bir milli hökuməti, ilk dəfə bütün əkinçilərin hamısının eşit, müsavi bir şəkildə feodalların əlindən torpaqları alıb və bu köylülərə, kəndlilərə dağıtıb və bütün əkinçilik tolitlərini başqa bölgələrə, başqa yerlərə ixrac edən və iqtisadi bağımsızlıq, müstəqilliyi olan bir milli hökuməti yıxılışını bizim gözümüzün önünə gətirib və deyirlər ki, təkrardan siz əgər haqq, hüquq istərsəniz, biz sizi 21 Azərdəki qətliam kimi qətliam eləyərik. Bunlar sadəcə fiziki qətliamdan söz getmir. Sadəcə fiziki olaraq sizi qətliam eləyərik demirlər. O dönəmdə bizim rəsmi dilimiz türkçədir. Bunlar deyir ki, sizin rəsmi diliniz türkçə olursa, biz sizi silah zoru ilə kəsib, öldürüb və o dilinizi yasaqlayarıq. Əgər qadınlara seçmə haqqı verirsəniz, biz ordumuzla, gərəkirsə Amerika ilə, İngilis ilə birləşib, gəlib sizin o verdiyiniz haqları yıxarıq. Bizim Təbrizin ortasında Səttarxanın heykəlinin mücəssəməsi topla, tankla vurub dağıtdılar, yerinə gətirib Məmməd Rıza Palani Pəhləvinin mücəssəməsini qoydular. Bunların 21 Azəri bizə dedikdə bunun altında çox dərin məsələ vardır. Bunlar bizim kültürümüzün yox edilməsini, indi azdan çoxdan bizim yazarlarımız, şairlərimizin yazdığı kitabları yandırmaq niyyətindədirlər. Bunlar təkrardan bizə deyirlər ki, 21 Azəri unutmayın. Niyə unutmayın? Çünki bir daha türklükdən, türk haqqından, əsən Azərbaycanda, İranın genəlində millətlərin haqqından danışarsanız, bütün kitablarınızı yandırarıq, bütün insanlarınızı asıb kəsərik və bütün kəndli köylülərinizin əlindəki torpaqları şahın ordusunun adamlarına verərik və sizi təkrar biz müstəmirə eləyərik. Bunların 21 Azər, sizə cavabımız 21 Azərdir dediklərində müstəmirə, faşist, holigan, saldırgan və istismarçı bir fikri bizə uygulamaq istədiklərini abartırlar, qabartırlar. Bizim millətimiz ayıq olmalıdır, bilməlidir ki, bunlar 21 Azər dediklərində tək kələmə ilə bunu deyirlər ki, biz sizi təkrar müstəmirə eləyərik. Aydındır. Çox sağ olun Bulut bəy. Proqramımızın zamanının qısa olduğu üçün, yəni az olduğu üçün proqramımızın sonuna gəldik. Sizdən son söhbətlərinizi istəyirək. Baxmayaraq ki, bugünkü canlı yayınımızı bəlli bir reportajdan dolayı Instagramdan yaya bilənmədik. Güney Azərbaycan içindən bir çox Instagram vasitəsilə bu proqramı izləyirlər. Maalesef bu da imkan olmadı. Hər halda sizin çox söhbətlərinizi alaq. Çox sağ olun Səid bəy. Sözümü yekunlaşdırım. Bizim önümüzdə çox uzun yol vardır. Millətimizi oyandırmalıyıq. Oyanışımız milli şuuru yüksəltməliyik. Milli şuur yüksəldikcə bizim əldə edəcəyimiz nailiyyətlər daha yüksək olacaqdır. Kadrlar yetişdirilməlidir. Bu kadrlar ideolojik, tarix, dil, bütün bu sahələrdə yetişməlidirlər və milləti də yavaş-yavaş bu 1900-dəki o bizim aydın oxumuş kəsim ki, bu dövlətçilik əsasında hərəkət edirdi. Bu şəkildə bir kadrın yetişdirilməsi gərəkir. İkinci bir topyekun söz danışmaq istərsək, biz mərkəz ilə heç bir anlaşmaya gedəcəyimizi düşünmürəm. Belə bir anlaşmaların olduğunu mən öngörmürəm, təxmin eləmirəm.
və belə bir anlaşmalar olursa da bizə bir faydası olacağını heç düşünmürəm və bu anlaşmalardan qaçınmalıyıq. Bu federalçı dostlarımızın belə deyim ki, o federalizm istəyən insanlar bəlli bir noktada bizimlə bərabərdirlər. Federalizmi niyə istəyirlər? Fars şovinizminin olduğunu qəbul edirlər. Bizim Azərbaycan milləti, türk milləti olduğumuzu qəbul edirlər. Başqa etnik və millətlərin var olduğunu qəbul edirlər. Hər kəs öz dili, öz kültürü, öz bölgəsinin iqtisadiyyatı, siyasətini, öz haqqını, hüququnu özünün əldə etdiyini qəbul edirlər. Eyvallah, bunlar o nöqtəyə qədər bizimlə bərabərdirlər. Bir yolda gəlirlər və amma orada bizim mübarizəmiz bitmir, ola yerində dursun. Biz yolumuza davam edəcəyik. Bizim hədəfimiz müstəqil Güney Azərbaycan və sonrası bütöv Azərbaycandır. Yəni biz milli hökumət dönəmini, Səttarxanı, Xiyabanını, Pişəvərini, hamısını gözümüzün önünə qoyaraq salıb çıxmamız lazımdır. Mənim şəxsi fikrim olaraq, bir fərd olaraq bunu deyirəm ki, müstəqillikdən başqa hər nəyə fikirləşirsək, biz şikəst yiyəcəyik. Mərkəzi hökumətdən, İranın hökumətindən %100 ayrı öz göbəyimizi özümüz kəsməliyik və bütün sahələrdə tək başımıza Güney Azərbaycan Cumhuriyyətini düşünməliyik. Çox sağ olun, təşəkkür edirik bizə zaman ayırdığınız üçün. Təşəkkür. Siz də sağ olun, hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilər, bugünkü proqramımız Güney Azərbaycanda dövlətçilik ya Azərbaycan Milli Hökumətinin il dönümü münasibəti ilədir. Söhbətlərimizdə proqramımızın arasında rəhmətli Seyid Cəfər Pişəvərinin bir qısa videosunu yaydıq. Təbii burada bu çox anlamlı bir söhbətlər getdi, Pişəvəri demiş burada. Burada nəzərə alaraq həm tarixi meyarları, faktorları nəzərə aldığımızda Güney Azərbaycan türkləri, Güney Azərbaycan milləti demək olar ki, tarix boyu bir bəlli sürəcin içində hər zaman çalışmış İranın demokrasisini İranı götürməyə. Qonaqlarımızın dediyi kimi Güney Azərbaycan coğrafi, yəni strateji coğrafi yeri olduğu üçün hər zaman modernizasiyonu, demokrasiyonu İrana götürməyə çalışıb və bu gün Güney Azərbaycan Milli Hərəkatının durduğu nöqtə gəldiyi bir təbii bir nöqtədir. Və çalışacaq ki, önümüzdəki həftə proqramımızda da fərqli qonaqlarımızla bu Azərbaycan Milli Hökumətinin haqqında bir daha proqramımız olsun. Bir daha xatırlamalıyam ki, bu proqram sosial media vasitəsilə Facebook, YouTube və Instagram vasitəsilə yayınlanır. Sizdən istəyimiz budur ki, bunları paylaşmaqla bizə dəstək olasınız. Xatırlamalıyam ki, bugünkü proqramımız maalesef bəlli bir proqramlardan dolayı, reportlardan dolayı Instagram vasitəsi olmadı. Nə yazıq ki, Güney Azərbaycan içindən bizi bəlkə izləyən dostlarımız sayısı az oldu. Çox sağ olun, sağ və salamat qalın.